Qazaxıstan Enerji Həftəsi çərçivəsində beynəlxalq bərpa olunan Enerji Agentliyinin təşəbbüsü ilə təşkil olunan Mərkəzi Asiyada bərpa olunan enerjinin sürətləndirilməsi mövzusuna həsr edilmiş tədbir keçirilib. Energetika naziri Pərviz Şahbazov çıxışında qeyd edib ki, bərpa olunan enerji resursları və kritik materiallarla zəngin Mərkəzi Asiya ilə qonşu regionlar arasında yaşıl enerji sayəsində güclü əlaqəliliyi təşviq edən Apreka təşəbbüsü ötən il ilk dəfə Azərbaycanda COP29 çərçivəsində təqdim olunub. Və Mərkəzi Asiya, Azərbaycan Yaşıl Enerji Dəhlizi bu məqsədə töhfə verən layihələrdəndir. Azərbaycanla əməkdaşlıq. Bu artıq tarixi bir məsələdir. Aydındır ki, hansısa yatağın işlənməsi və ya böyük layihələrdə çox güclü aktivlik bəlkə də olmayıb. Daha çox kiçik orta layihələr həyata keçirilib. Amma sözdə Transxəzər dəhlizi dediyimiz layihə əvvəldən mövcud olub. Qazaxıstan böyük ölkədir, amma landlocked adlanır. Yəni açıq dənizlərə və okeanlara çıxışı yoxdur. Buna görə logistika məsələləri Qazaxıstan üçün çox vacibdir. Biz bütün mümkün marşrutlardan və istiqamətlərdən istifadə edirik. Ona görə biz yalnız bir yolu seçirik demirik. Bütün mümkün qarşılıqlı faydalı marşrutlardan Qazaxıstan və tərəfdaşlarımız üçün istifadə edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkana çevirən, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirən siyasətinə bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı mühüm yer tutur. Bildirilib ki, Azərbaycanın hazırda bərpa olunan enerji sahəsində atdığı 20 yaslı addımlar 2030-cu ilədək enerji sistemində də bu mənbələrin payını təxminən 40%-ə çatdırmaqla yanaşı, regional tərəfdaşlığın qurulmasına və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəlib. Bilirsiniz, mən düşünürəm ki, biz hazırda qardaş şirkətlərlə əməkdaşlığın çox ilkin mərhələsindəyik və əminəm ki, hər şey hələ qarşıdadır. Biz hazırda geoloji kəşfiyyat imkanlarını, birgə layihələrin reallaşdırılmasını çox geniş qiymətləndiririk. Eyni zamanda rəqəmsallaşma, ekoloji standartlar çərçivəsində də imkanlara baxırıq. Amma açığını desəm, hesab edirəm ki, perspektivlər çox genişdir, ən böyüklərdəndir. Və mən düşünürəm ki, hazırki mərhələdə məhz bu layihəyə daxil olmaq məsələsini biz müzakirə etməmişik. Yəni, bərabər paylarla. Azərbaycan Energetika Nazirliyi ilə, hansı ki, bu sazişin icrası üzrə səlahiyyətli orqandır. Çox böyük layihənin həyata keçirilməsi üçün müqavilə imzaladıq. Həmçinin Xəzər, Qaradəniz, Avropa müxtəlif marşrutlar üzrə Azərbaycan, Türkiyə, Avropa və Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan yaşıl enerji dəhlizləri layihələri barədə məlumat verilib. Tiflis-Ceyhan hattı petrol sektörünün ana damarlarından birisi. Orada herhangi bir sorun olduğunda arzda da eksiklik olacaktır. Dolayısıyla o fiyatları da, arzı ve tabii ki talebi de etkileyecektir. O yüzden çok önemli bir boru hattı. Bunun Türkiye'den geçmesi de bizim için çok önemli. Biz Türkiye Petrolleri olarak da onun bir parçasıyız. Zaten hissedarıyız ve bunu yaşayarak da görüyoruz. Yani 14-15 milyar dolar aşmış yatırımımız Azerbaycan'da var Türkiye Petrolleri olarak. Ve bizim SOKAR'la işbirliğimiz gerçekten dünyadaki en güzel işbirliğimiz ve bu anlamda biz çok mutluyuz. Nazirlərin dəyirmi masasında isə bərpa olunan enerjinin sürətli inkişafı üçün şəbəkələrin modernləşdirilməsi, etibarlı enerji saxlama sistemlərinin qurulması, investisiya imkanlarının genişləndirilməsi, təchizat zəncirlərinin təmin edilməsi, eləcə də regionlararası interkonnektorların yaradılması məsələləri müzakirə edilib. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr və planlara diqqətə çatdırılıb. Apreka vasitəsilə əməkdaşlıq imkanları dəyərləndirilib. İldırım Musayev, Mirhəsən Abdullayev, Esmira Turan, TV1.